Deyirəm bu dəfə müsahibələrdə ən çox verilən suallardan birinə baxaq. Çünki gələcəyin proqramçısı məncə bu kimi məsələləri bilməlidir. Qocaşçılar və gələcəyin proqramçıları, salamlar, necəsiniz? Mən boşuna gələcəyin proqramçısı demədim. Çünki həqiqətən də fərqli yoxdur hansı dili öyrənirsən öyrən, müəyyən bilikdən sonra artıq get-gedə maraqlı alqoritmik məsələlərə artıq nəzər yetirmək olar. Və bugün də elə bir məsələdən danışmaq istəyirəm ki, əslində müsahibəyə gedəndə, proqramlaşdırma biliyini göstərmək istəyəndə sənə verilən suallardan biri olacaqdır bugünkü mövzu. Söhbət gedir kompress və dekompress. Mən inanıram ki, bir çox proqramçının həyatında bax bu məsələ bəlkə də qırılan nöqtə olub dəhşət bir məsələdir. Qısa olaraq məsələni izah etmək lazımdırsa, onda belə bir uzun yazını dəyişmək lazımdır. Bax belə bir qısa yazıya və biz buna deyirik compress. Aydın məsələdir ki, onun qısa variantını uzun variantı təzədən qaytaranda biz buna deyirik decompress. Mən düşünürəm ki, belə maraqlı məsələni Python proqramlaşdırma dilində yazıb göstərsəm daha düz olar. Əslində ideya, məntiq eynidir bütün dillərdə, hər bir dildə yaza bilərsiniz. Amma Pythonda elə bir şeylər var ki, məncə onu göstərməyə dəyər. Bu arada kim abunə olmayıbsa abunə olsun indidən. Kim artıq abunədirsə like və paylaşım. Mən isə artıq başlayayım. Gəlin kod yazmağa keçid almadan qabaq öz aramızda bu məsələni bir danışaq. Çünki alqoritmik bütün məsələni görüb anlayıb sonra kod yazmağa keçid almalıyıq. Və məsələ nədir? Təsəvvür edək ki, məndə A, B, B, A, T, T və Z hərfləri var. Və bunu artıq qısaltmaq lazımdır. Yəni içində olan sayı düzgün göstərməklə, məsələn, A-lardan daha çox uymuş, T-dən daha da çox uymuş və fərqli gəlir. Bəlkə T-dən sonra yenə bir 7-dən A var və s. və ilə axır. Və belə eləmək lazım ki, sonra mənim nəticəm 2A, 2B, 1A, 2T və 1Z deyə nəticə versin. Və çox maraqlıdır ki, yəni burada tək bildirmək lazım deyil, mənim nə qədər A-larım var. Bu A-lar hətta hardasa yenə yazıla bilər. Sən demə, ümumi A-nı demirəm. Ardıcıl gələn hərflərdən danışıram. Və bu kod əslində daha da uzun ola bilərdi. Amma say qabağına qoyub bu məsələni qısa göstərə bilirəm. Biz buna deyirik compress. Amma məsələ ondadır ki, biz bilmirik bu A ilə başlayacaq, B ilə başlayacaq, bir dənə A ilə başlayacaq, 3 dənə B ilə başlayacaq, nə ilə başlayacaq biz bilə bilmirik. Amma bizə lazımdır ki, başlasın, hərfi sayaq, əgər eynidirsə saymağa davam edək, yox fərqləndirsə, bunun sayı nə idisə yadda saxlayıb işimizi davam edirik və yenə sayırıq və yenə fərqlilik gəldisə yenə də hardasa saxlayıb belə deyib beynimizdə və davam edirik. Bu məsələ həddən ziyadə maraqlıdır və bunu koda çevirmək lazımdır. Python proqramlaşdırma dilində bunu yazmağa cəhd edəcək, amma decompress anında Python tam başqa cür özünü göstərəcək. Bunu ayrıca yenə göstərəcəm, deyəcəm. Və Pythonda yazı biz müsahibələrdə qarşımızda olanı yoxlayanda belə bir kod bizə göstərir ki, qarşımızda dayanan Python'ın nə kimi özəlliklərini bilir və bu kodu yazarkən for dövrü ilə, dövr anlayışı ilə nə qədər dostdur. Belə bir məsələ var və görün, çox maraqlıdır. Nə ilə başlayacaq bilmirəm, nə qədərdir bilmirəm, amma ardıcıllığı qorumalıyam. Hərfdən bir dənə olsa belə qarşısında bir rəqəmi dayanmalıdır. Çox gözəl bir məsələdir alqoritmik olaraq, amma istəyərəm belə bir sadə məsələni kodda necə yazılardı onu baxaq və yazaq. Beləliklə mən redaktordayım və gəlin başlayaq. Çox maraqlı intervyuda, yəni müsahibədə verilən suallardan biridir. Tez yazıla biləndir, amma fərqli yazıla biləndir. Hər kəs bir cür yaza bilər və nə yazırsa onun izahını verməlidir. Bizim üçün fərqi yoxdur onu necə yazır. Müsahibədə biz o sual vermirik ki, məhz bizim kimi yazın, yox. Amma
düzgün izahını verin və getdik. Mən aydın məsələ ki bir dəyişən yazmalıyam və deyək ki, həmin sözü gedən elə bu kodu mən string olaraq verirəm və məqsədim odur ki, A, B, B, A, T, T və Z dəyişib olmalı. Nəyə? 2A, 2B, 1A, 2T və 1Z. Fikir verin ki, birdən olsa belə qarşısında bir dayanmalıdır. İndi bu qısa formatdadır, daha uzun verilə bilər. A'lardan, B'lərdən və s. və axır. Amma məntiqən, yəni bunu qısaltmaq lazımdır, kompres etmək lazımdır. Məsələ nədir? Mən öz tələbələrimə həmişə deyirəm, gözəl proqramlaşdırmanı öyrənmək istənsə, həmişə gözün gördüyü kimi deyil, gözünü yum, kör dünya kimi başa düş ki, lazım olsa qarşına qoysam, nə var ki, gözünlə tez görsən də 2A'dır, nə bilim 3 dənə B'dir, 4 dənə Z'dir, nə bilim 1 dənə D'dir. Bunu gözünlə görürsən. Amma yumsam, hər şey o qədər deyil. Məsələn, onda ki, mən artıq gəlin təsəvvür edək ki, fiqurdur, düzdürmü? Biri kubikdir, biri şardır, biri ulduzdur, biri dördbucaqdır və s. və l. Hərsindən də müəyyən sayı qədərdir. Ortada ola bilər ki, təkrar olsun. Təzdən ulduzdan qoyarlar, təzdən kubikdən qoyarlar. Bir sözlə çox maraqlı bir dünyadır, gözünüzü bağlasalar. Amma nə edərsiniz? Toxunarsınız birinciyə, düzdürmü? Və ən azı bir dənə əlinizdə var. Artıq başlayanda bir əlinizdə var. Niyə? Növbətlərə buna uyğun edəcəksiniz hər şeyi. Onda gəlin start nöqtəmizi düzgün başlayaq. Ən azı biri var deyə beynimdəki sayğac başlayacaq saymağa birdən. Yəni bu bir var artıq. Növbətini götürsəm eyni olsa bu 2, 3, hələ də eynidir 4, düzdürmü? Amma nə? Həmişə birinci toxunduğum nədirsə, deyək ki kubikdir, deyək ki şardır, deyək ki 3 bucaqdır. Əlimdə tutdum 3 bucağı, düzdürmü? Yadımda saxladım 3 bucaqdır. Görüm yenə 3 bucaqdır, da demirəm 3 bucaq. Ürəyimdə deyirəm, aha, 3 bucaqdır, 1, da 1 də əslində ürəyimdə demirəm. İkinci götürəm, bu da 3 bucaqdır, da düzdürmü? 2, 3, 4, növbəti götürəndə görəm şardır. Ya da deyək ki kubikdir, fərqi yoxdur. Və artıq beynim başa düşür ki, bu ana qədər 3 bucaqlarda nə qədərsə, bunu yadda saxlamalıyam. Çox maraqlı bir məqamdır. Sən demə, birinci əlimdə olsa nə gözəldir. Onda deyərəm ki, yoxladığım nə dəyişən vermək istəyirsiniz, verin, fərqi yoxdur. Yoxladığım qoy olsun həmin bu deməli silsilədən ilk birincisi, yəni text kvadrat mötərizə 0. Məncə belə bir start, belə bir izahlı start ən gözəl startdır. Qaldı nə? Dövr işini gözəl bilmək. Biz bu sualı ona görə veririk ki, baxaq nə ilə başlayır, nə kimi izah verəcək və dövrdə nə yazır. Python'da yazarkən tam fərqli biraz məqamlarda olacaq, amma başlayaq. Deməli, məsələ nədir? Mən dövrə başlayıram. Niyə? Çünki dənə bə dənə bu elementləri gəzəcəm. String iterable elementdir. For-la gəzə bilərəm. Və getdik. Deyək ki, for I in maraqlı məqamlar indi başlayır, amma gəlin yazaq. Deyim ki, range, düzdürmü? Və məsələ nə yerdədir? Mən neçəncisindən başlayayım dövrü? Birincini götürdüm, düzdürmü? Birincini bilərəkdən götürmüşəm. Hələ dövr etməyə başlamamışam. Sadəcə birinci nədir? Bilim. Amma bundan sonra bundan hamısını yoxlamaq istəyəcəm. Bundan sonra hamısını yoxlamaq istəyəcəm. Hə, deməli də birincini saymaya bilərəm. Qoy mənim yoxlamaq istədiyim dənə bə dənə növbəti elementlər məhz ikincidən, amma proqramlaşdırmada indeksi 1-dən başlasın. Yəni 1, range 1 və sona qədər. Yəni uzunluğuna qədər. Aydın məsələ ki, range-də sonuncu daxil deyil deyə len-dən istifadə edə bilirəm. Len text. Əla. Məncə dövrümü düzgün start eləmək işin yarısıdır. Və dövr edərkən artıq başlayıram nə sual verməyə. Deyirəm ki, əgər mənim hələ ki bu məsələni belə qururam, bu kodla yazıram. Və deyirəm ki, əgər mənim əlimdəki, yəni həmin o, deyək ki, əlimə birinci 3 bucaq düşüb, bərabərdirsə, mən hər dəfə növbəti götürdüyüm nədirsə, ona, yəni 3 bucaqdırsa, yenə 3 bucaq, yenə 3 bucaqdırsa, onda sayım da bu 3 bucaqları, düzdürmü? Yəni, text i bir-bir gəzirəm axı, düzdürmü? O zaman, qoy count'u mən bir-bir artırım. Məncə, ən düzgün iş budur.
Çox məntiqlidir. Yəni götürdüm 3 bucaq, götürdüm 3 bucaq. Götürürəmsə hamısı 3 bucaqsa, dayan qoy sayım da bunları. 1, 2, 3 və birdən başqa bir figur gəlir. Ulduz gəlir, şar gəlir, kubik gəlir, fərqi yoxdur. Və beynim gözüm görməsə belə anlayır, dayan. Onda bundan qabaqkilər nə idi? Falan qədər 3 bucaq. Bax bunu demək harası yazmaq deməkdir və burada nə lazımdır? Nəticəni necəsə göstərmək lazımdır axı. Start nöqtəm bu ana qədər əla idi. Bəs final nöqtəm və ona görə də gəlin deyək ki, result mənim string cavabım. Çünki onsuz da mənə A, B, B vermişlərsə stringdə, mən sonunda da 2A, 2B və bu kimi cavabı yenə də stringdə verəcəm. Ona görə result string olaraq boş qalsın. İndi saat beynimdə tutduğum o məsələni harasa yaza bilərəm. Yəni 4 3 bucaq bayaq gəlmişdi. İndi ulduzdur. Bunu harasa yazmaq lazımdır, düzdürmü? Ona görə deyirəm ki, yox, gördüm ki mənim yoxlamaq istədiyim artıq növbəti yoxlamaq istədiyim əvvəlki ilə fərqlidirsə, çünki eynidirsə mən deyirəm count plus bərabərdir 1. Saymağı artım davam edirəm. 1 2 3 amma fərqli oldu 1 dəqiqə. Yəni əks halda eyni deyilsə, fərqlidirsə, onda gəl deyim ki result plus bərabərdir və Python varı yazırıq. Bax bu məsələni bir də ona görə veririk və formatda yazması mütləqdir. Yəni str etməsi, plus etməsi o qədər də peşəkar deyil. Mən o str-ı nə edirəm? O həmin str-ı başqa yerdə tətbiq eləsin və gedib deyərəm ki count və bir də ki həmin sözü gedən check. Yəni A-dan 2 dənə. Çünki növbəti gələn B oldu. Onda B-ni hələ sayıb müəyyən etməyənə qədər qoy indidən yazım result. Result artıq plus bərabər yazıram ki, yəni konkatenasiya edəcəm. İşim bitməyib. Result 2A-dır. Amma hələ davamı da var. Məsələn ondadır ki, davamı da var demək üçün mən gedib nə deyirəm? Əlim növbəti elementə çatdı mı? Deyək ki, ulduzdur, deyək ki, şardır, deyək ki, kubikdir, fərqi yoxdur. Onda gəl belə eləyib. Bundan sonra yoxlamaq istədiyim bu həmin yeni element olsun. Yəni bərabərdir text, indi əlimə düşən element. Amma eyni zamanda təzdən birdən sayıram da, sayğacım yoxsa artmağa davam edər. Deyirəm ki, yenidirsə sayğacımı təzdən yeniləyirəm. Deyirəm ki, birdən yenə başlasın. Çünki ilk gələn element artıq yenə təzdən mənim üçün 1-dir. Bəlkə bundan sonra başqası gələcək. Ən azı 1 deməliyəm axı. Əla. Məncə gözəl də alındı. Amma gəlin bu nəticəni elə bu anda yoxlayaq. Məncə çox maraqlı olar. Və burada deyim ki, print result. Bir fikir verin ki, start nöqtəm üçün mənə həmin uzun kod lazımdır. Count 1 dedim və check. Mən ilk birinciyə toxunub onunla bütün işimi müqayisə edəcəm. Amma bir dəqiqə. Mən bu nəticəni də hardasa yazmaq lazımdır. Sonradan sonra anlayıram ki, result lazımdır və onun içində hər şey yığıb yığışdıracağam. Bu ana qədər nədirsə onu görmək istəyirəm. Ona görə də terminalı açıram və gəlin kodumu icra verim. Python main py. Enter vururam. 2A. Gəlin yoxlayım. 2A. Aha. 2B. Əla. 1A. Super. 2T. Bəs Z hanı? 1Z hanı? Məsələ ondadır ki, çox maraqlı bir məqam buradadır. Bu məsələnin elə bir də bizi maraqlandıran hissəsi nədir? Bəs sonuncu, bir fikir verin ki, ən sonuncu dəfə hər şey yazıb qutarandan sonra mən fikir verin ki, gəlin sonuncu məqamı göstərim sizə. Deməli, 2T-ni görəndə, düzdürmü? Yəni T-dir, bu 1. T-dir, bu 2. 2T-dir. Sonra gəlir Z. 2T-ni yazandan sonra bir dənə Z ilə görüşür, öyrənir ki, yoxlamaq istədiyim Z-dir və ona 1 deyir, amma heç ara yaza bilmir. Dövr bu an bitir. Ən sonuncu biliyə, ən sonuncu figura, ən sonuncu hərfə yazı bitir, yaza bilmir. Sonra bir dəfə də yazmaq şansı lazımdır. Pythonçı olmayan kəs nə edir? Götürür, ən sonunda belə bir şey eləyir. For bitəndən sonra deyir ki, gəl bir dənə də hələ bu resultı
gəlin daha yazmayayım deyə bu result bir daha da belə etməyə cəhd edir. Belə də yazır. Yəni mən bu informasiyanı gəl bir də yazım. Count-u da yazım və əlim çatan o Z nədirsə həmin onu göstərməyə cəhd edim. Və məncə pis deyil. Düzgün bir addımdır. Amma Pythoncu niyə belə eləsin axı? Və görürüm ki, axırda bir Z gəldi. Əla. Bu PHP olsaydı, bu JavaScript olsaydı, başqa bir dil olsaydı, mən sizinlə razı olardım. Amma belə bir yazını biz bura atmırıq. Mənə maraqlıdır ki, müsahibədə həmin sözü gedən Pythonu gözəl bilən bilirmi? For dövrün else'i var. Əgər dövr axıra kimi bitib uğurla ən sonuncu nöqtəsinə gəldisə, onda biz else yazıb və işimiz bitmədi. Bir iş də var ki, onu görmək istəyiriksə, sona qədər gördüsə dövr öz işini, onu bura atırıq. Python var yazı budur. Biləsiniz və ayda nə gözəl, nə möhtəşəm. Bir baxaq görək ki, həmin sözü gedən nəticəni bir daha ala biləcəmmi? 2A, 2B, 1A, 2T və 1Z. Möhtəşəm. Baxın, Python var yazı budur. Məqsəd nədir? Məqsəd odur ki, sizlər Pythonda yazarkən unutmayın. For dövrün else'i var. Sizi yoxlayan bir də bax bunu yoxlayır. Gəlin bu məsələni bir də range olmadan, çünki mən tələbələrimə həmişə böyük bir qadağalar qoyuram və deyirəm ki, yaxşı, sən əlinə range alıram, bunu necə yazarsan, məsələn, və tələbələrim bilir, çox günlərini qara edirəm, istəyirəm öyrəşələr ki, bir kod bir yönümdə və ilk yazdığım formada yazılmır, hər növ yazıla bilər və bu an, məsələn, for, x, in və range deyil, mən teksti gəzmək istəyirəm, amma bir şey var. Tekst belə yazsam, o lap əvvəldən ilk birinci anı da gəzəcək, amma check dəyişənim artıq birinci anı tutub. Yəni birinci fiqur əlimdədir də. Ondan xəbərdaram. Mən istəyirəm, bayaq necə yazdım range-də, sıfırıncıdan başlamasın. Yəni ikincidən, indeksi 1 olandan o tərəfə getsin. Da əlimdə tutduğumu tutmuşam da. Onu bir də niyə sayım? Bəs bunu range olmasa burada necə yazaram? Text, kvadrat mötərizə və birdən sona qədər. İndi bu dəfə yerləşim indeksinə görə yox, elementlərin özü ilə deməli iş görəcəm və getdik. Yenə şərtimi deyirəm və vurğulayıram. Əgər əlimdə olan o check bərabər olsa həmin o hərfə ya fiqura necə təsəvvür edirsinizsə edin, o zaman deyərəm ki count plus bərabərdir 1. Artıq bu nədir, niyədir bilirəm. Əks halda və gedirəm yenə də hər şey gözəl yazmağa cəhd edirəm. Və burada deyirəm ki result plus bərabərdir və yenə də formatda. Mən bu formatı bilmir, onu da görmək istəyirəm əslində. Çünki konkatenasiya STR etmək, o məharət lazım deyil. Mən onu başqa şeydə yoxlayıram. Format yazılsa afərin. Və yenə də count deyirəm, amma burada artıq birbaşa mən rahat yenə də check yaza bilirəm. Və məsələ ondadır ki, burada kvadrat mötərizə, kvadrat mötərizə nəsə işlər görmürəm. Birbaşa check-i yazıram əvvəlki kimi, sadəcə gedib nə deyirəm? Sonda da deyirəm ki, yenə də bu dəfə check dəyişirəm, edirəm elə həmin mənə düşən element və bir də ki, count unutmuram, bərabər edim 1-ə. Hə, bir də nə etməliyəm? Bir də həmin bu sətri unutmamalıyam ki, ən sonunda bir dəfə də yazmaq lazımdır. Bu else artıq for'un else'idir. Hər şey bitdisə, mən gedib rahat deyə bilərəm ki, gəlin print və sözü gedən result verək. Bu qədər. Mən bu dəfə text dəyişənimlə bu işi gördüm. Range ilə deyil. Və indi bu saat gəlin çalışaq, təmizləyim, çalışaq bu kodu bir daha icraya verək və Python main py əla və möhtəşəm. Belə bir yazı da mütləq yazılmalıdır. Mən range-ə qadağa qoyan kimi baxmaq istəyirəm ki, bu insan text 1 yazar ya yox. Bu da çox maraqlı, çox düzgün yazılan bir formadır. Range-ə bizim üçün, Pythonçu üçün ehtiyac yoxdur.
Başqa dildə başqa variantın da yoxdur. Amma Python-u mən belə yoxlayıram müsahibəyə gələnləri. Ona görə Python gözəl bilin. Deyirəm qadağa bitmədi. Gəlin bir dənə də qadağa eləyim və bu məsələni doğrudan da ki, çox maraqlı formada və fərqli formada yaza biləcəyimi görə bilərsiniz. Mən istəyirəm, hətta icazə verməyim, ilk birinci burada toxunasınız. Yəni başlanğıc formada fiquru mən burada istəmirəm görəm əvvəldən. Mən istəyirəm dövr içində bu işi təşkil edim. Yəni bir sözlə qadağadır. Öncədən sıfırıncı elementə, yəni birinci elementə toxunasınız. Birinci hərf nədir? Burada yoxlamayın. Tamam, onda bunu yazmaq olar ya yox, bunu da öyrənmək istəyirəm. Və gəlin ki, for, yenə də I in range və gəlin elə yenə də birincidən, buna bir səbəb var. Yəni ikinci elementdən toxunacağım, amma birinciyə də nə var nə yox öyrənmiş olacağım. Və gəlin yenə də deyim ki, learn text və dövrümü yenə də ikinci elementdən başlayacağım, amma birincidə nə var nə yox dövrün içində öyrənə bilərəm. Və sadəcə deyirəm ki, əgər nəyi soruşmaq istəyirəm buradan? Demək istəyirəm ki, əgər sözü gedən text və fikir verin ki, i çıxaq 1, yəni özündən qabaq ki, bərabər olsa text kvadrat mötərizə i, nə edirəm? Count plus bərabərdir 1. Demək olar ki, hər şeydən artıq xəbərdaram, nə yazacağımı bilirəm. Else result, bir fikir verin ki, amma burada bir müəyyən bir dəyişiklik olacaqdır. Bu məsələni ona görə verirəm. Result plus bərabərdir və burada deyim, yenə də formatda count və gəlin yazım bura. Artıq check yaza bilməyəcəm. Amma yaza biləcəyim nə olacaq? Gəlin deyim ki, text kvadrat mötərizə. Burada i yazım, i çıxaq 1 yazım. Gəlin i yazım. Hansını öyrənmək istəyirəm? Gəlin i yazım. Heç bilmirəm düzmü yazırım ya yox. Hələ bir-iki səhifələrdə görmək istəyəcəm, amma eybi yox. Və deyirəm ki, tamam, yəni mən count öyrəndim, indikini də götürdüm. Əslində i dayanması məncə ən idealdır və nə edirəm? Mən elə bundan sonra yazacağım ki, count bərabərdir 1 və başqa bir şey demirəm, check yoxdur məndə. Bu qədərini hələ yazım. Amma nəticəyə birbaşa indi baxmaq istəyirəm. Görməli result özünü göstərəcək düzgün ya yox. Printdə deyim result. Bu ana qədər düzmü yazdım. Yəni fikir verin ki, yox deyil check. Yoxdur əndə olanı başqa bir şey verim. Amma belə bir halda kod yazmaq heç də pis deyil. Gəlin cəhd dedim, yenə də təmizləyim və Python main py yazım. Aha, bir dəqiqə. Fikir verin nə baş verdi? 2b, 2a, düzdürmü? 1t, nəsə düz deyil. Bəs burada deyən görüm, mən bəlkə i çıxaq 1 deməli idim. Və run edirəm və fikir verin ki, sən demə, hələ i ilə işim var. Bunu birazdan göstərəcəm sizə və deyirəm ki, bundan əvvəlkilərdir. Məsələn, ondakı əvvəlki ilə yoxlayıram və hər şey nə öyrənmişəmsə yazmam lazımdır. İdeal variant deyilmiş. Bundan hamısını test edərək bilirəm və öyrəndim ki, deməli ilk birinci nədirsə, mən range ona görə ikinci elementdən götürdüm. Əvvəlki indikiyə nə qədər ki bərabərdir, üstə gələcəm. Öyrəndim ki, dəyişdi else hissəsində. Onda əvvəldə nə idisə ona görə deyim ki, i yazdım yoxsa i çıxaq 1 yazdım. Əvvəlki nə idisə count ilə bərabər informasiyanı yazım. Bu əla. Amma bir dəqiqə, mən nəticədə nə gördüm? 2a, 2b, 1a, 2t əla. Bir dəqiqə, bəs z hanı? Onu necə yazdım? Onun haqqında nə bilim? Düzdürmü? Və gedib nə etmək istəyirəm? Və yenə də else hissəsində, forun else hissəsində nə yazım ilahi? Belə yaza bilərəmmi? Çox maraqlıdır. Yəni, hər növünü bilmək istəyirəm və təkrar edim, amma bura i yazım. Belə bir şey verə bilərəmmi? Ki, i indi bu saat içində tanınır ya yox, bilmirəm. Amma yoxlamaq istəyirəm. Çünki mən proqramlaşdırmanı öyrənirəm və
səhv etsəm belə öyrənmiş olacağam. Amma normalda nə etmək istəyirəm? Run edirəm və bir z alıram. Alıram da. Amma düşünürəm ki, i-ni niyə yazım? Bəlkə ən sonuncu onsuz da ən sonuncudur. Belə yazsam olmazmı? Onsuz da bu sırada z bir dənə də olsa, iki dənə də olsa sonuncu yazılmayandır ki, sonuncuna belə də müraciət edə bilərəm. Hətta i-ni çölə çıxartmaram və yenə də run edim, görüm nə olar. Təmizləyim və run edim. Əla, hətta icazə verin. Z dediyimdən hətta 3 dənə yazım və baxım görüm ki, necə işləyərmi, dediyim düzdürmü ya yox. Və run edirəm 3z. Əla, bu məqam da həddən ziyadə maraqlı bir məqamıymış ki, əlim həmin elementə çatmasa, Python'da hansı növdə yazıya müraciət edə bilərəm. Baxın, ona görə deyirəm ki, Python'da yazı digər bildiyiniz compile ailəsində olan yazılardan proqramlaşdırma dillərindən tam fərqlidir. Bizə burada geniş bir seçim var. Hansı yöndə yazacaqsan və nə yazacaqsan? Niyə burada i-1'dir? Niyə burada i-dir? Niyə -1'dir? Bunların gözəl izahını verənə müsahibədə afərin. Biz bilirik ki, sən demə Python'da bütün elementləri necə toxunmaq lazımdır, gözəl bilir. Üstəlik də ki, dövrdə else nədir bilirsə, lap əla. İndi isə gəlin həqiqətən də maraqlı dekompress məsələsinə baxaq. Çünki dekompressin özü daha sadə, qeyri-adi bir şey deyil, amma Pythonik olaraq yazmaq vacibdir. Bir çox məsələni burada əslində görmək istəyəcəm. Və getdik. Amma asta-asta. Eyni zamanda məntiq eynidir deyə başqa dillərdə yaza bilərsiniz. Bir neçə məqam var ki, bu ancaq Pythona aiddir. Hamısını göstərmək istəyirəm. Mənim aydın məsələdəki kompress olan bir məlumatım var. Düzdürmü? Və istəyərəm sonda bu məlumatı tam olaraq açım və hansısa bir dəyişən stringdə bunu göstərim. Ona görə də resulta ehtiyacım var. Count da ehtiyac yoxdur. 2A, 2B, 1A dedimsə, aydın məsələ ki, bu dönüb olmalıdır. A, BB, A və s. və ilaxır. Yəni bunu açmalıyam. Amma fikir verdim ki, hətta A-dan bir dənə olsa, Z-dən bir dənə olsa qarşısında həmişə rəqəm dayanır və fikir verirəm ki, demək olar ki, rəqəmlər və hərflər eyni məsafədə 2 aralığındadır. Düzdürmü? Onda bundan yararlanmaq lazımdır. Göz görə bunu da asan bir məsələdə göstərmək olar dövr edərkən. Gəlin belə deyim də, for I in range və 2 gəzimdə, düzdürmü? Deyim ki, əvvəlindən axırına kimi gəzmək istəyirəm sözü gedən teksti indeks olaraq 0, 1, 2 getməyəcəm. 0, 2, 4 və s. Ona görə də 2, 2 deyə vurğulayıram və burada len düz yazmaqla və burada artıq gedib nə edəcəm? Gəlin sizlər üçün print text, bir baxım görüm ki, text i desəm nə olar? Text i üstəgəl 1 desəm nə olar? Və gəlin birbaşa Python main py çağırım, görüm ki, rəqəmlər əlimdə 2, 2, 1, 2, əla. Bəs i üstəgəl 1 desəm nə olar? Onun da icrasını verim və buranı təmizləyim. Keçim icraya. A, B, A, T, Z. Əla. Deməli, rəqəmlər də əlimdə, sözü gedən deməli, hərf də əlimdədir. Əla. Onda nə edirəm? Gəlin dəyişənlər yaradım. Bu daha yaxşı olar. Deyim ki, count bundan sonra bərabərdir. Bəx, rəqəmlər əlimə düşmüşdür. Düzdürmü? Text i deyəndə. Amma nə olsa yaxşıdır, indi də integerə çevirim. Artıq bilirəm ki, bunlar rəqəmdir. Çünki təkrarlama olacaq, repeating, eyni zamanda buna da baxmaq istəyir ki, nə qədər bilir bu məsələni və count olandan sonra gəlin deyim ki, letter bərabərdir və qoy bu da olsun text i üstəgəl 1, i üstəgəl 1 oldu, əla. İkisi də əlimdədir, düzdürmü? Qalır mənə nə? Hər şey resulta yığım, result plus bərabərdir, elə formatın özündə rahat deyə bilərəm. Amma formatsız da bunu həll edə bilərəm. Amma gəlin yenə də belə yazım. Deyim ki, sözü gedən deməli count vurulacaq deməli letter. Başqa bir şey də demirəm. Yəqin ki, hər şey yaxşıdır.
Belə bir şey vermək istəyirəm. Burada format lazımdır yox, birazdan ona baxmaq istəyəcəm əslində bu halda. Amma gəlin bir print deyim və baxım görüm ki, nəticədə result mən istədiyimi verəcəkmi və sadəcə təmizləyim terminalı Python main py AA, BP, ATT və Z. Möhtəşəm işlədi və heç bir else if ehtiyac olmadı. Əla. Həqiqətən əla və bir dəqiqə doğrudan da ki mən başqa bir nəsə yazmıramsa, düzdürmü? Belə bir şeylər yazmıramsa onda və mənim format nəyinə lazım? Görürsən formatsız bunu edə bilmərəmmi? Format mənə lazımdır, işte şayət başqa məqamlar varsa iştirak eləsin yan-bayan. Belə yazsam nə olar? Ona da baxmaq istəyirəm və təmizləyib run edirəm. Əla. Gözəl işləyir, düzgün işləyir, AA, BB, A, TT və Z. Bu ana qədər hər şey gözəldir. Özüm bilə-bilə dəyişən yaratdım ki, maraqlı görünsün. Amma bu, demək olar ki, bütün dillərdə yazmalı olduğun yazılır. Pythonca belə yazmaz. Gəlin, Pythonca necə yazardı və nə biliklər bura qoşardı, onu da sizə göstərim. Ey gələcəyin Pythonçıları, ey Python dilini sevərlər. Mən həmişə öz tələbələrimə deyirəm, yazdığın koddan sevindin, razısansa, indi isə qadağa, sənə range istifadə etmək qadağandır. Belə bir forun içində range istifadə edə bilməzsən, başqa necə yazardın? Mən ona sövq edirəm ki, görüm hələ tələbə bu məsələni bir range yazardı, onu görüm. Amma ən rahat, ən düzgün və bütün bilikləri mənə müsahibədə göstərə biləcək şansın varsa, o da bax indi bu saat yazdığımdır. Nəinki algoritmi mənə göstərməlisən. Python'dasansa mənə Python'ın imkanlarıyla, maraqlı məqamlarıyla bu kodu yaz göstər. Və aydın məsələ ki, işte şayət əvvəlki variantda yazılsa deyəcəm afərin, amma sənə range yazmağa icazə yoxdur. Başqa necə yazardın? Yazsa ona afərin. Və gəlin deyək ki, for ilk birinci x yazın bura və in və burada dayanım. Nəyə gəzəcəm? Range-ə icazə yoxdur axı. Və deyirəm bir dəqiqə bu dövrü yazmadan qabaq. Kamı birinci yazı son deyir atiyanı. Yaxşı, range yoxdursa bə nədir? Sizi bilmirəm. Amma slice nədir? Slicing. Mən gözəl bilirəm. Yəni burada print text kvadrat mötərizə 2-2 gəzməyim, fikir verin, sıfırdan 2-2 gəzməyim, string olaraq birbaşa nə alaram, onu görmək istəyirəm. Çox maraqlı bir nüansdır Python'ı bilənə. 2-2-1, 2-1 mənim əlimdədir string olaraq. Nə möhtəşəm, əla. Bəs mən sıfırıncı yox, birinci indekslə başlasam, onda görəsən, hərf əlimə düşərmi özdə bir stringin içində? A, B, A, T, Z. Möhtəşəm. Bax, bunu gözləyirəm mən istənilən Python'ı bilirəm deyən kəsdən. Və tələbələrim bunu mütləq yazmalıdır. Hə, belə şey biləndən sonra mən nə edərəm? Mən birbaşa deyərəm ki, bəs necə olar ki, bu ikisi birdən əlimə düşsün? Zip deyə bir bilik var. Güman edirəm ki, yetərincə built-in function barədə bilirsiniz. Mən zipə verərəm text kvadrat mötərizə 2 və bir də text kvadrat mötərizə fikir verin ki 2. Bunlar hamısı nədir bilirəm. Amma gəlin görək ki, print x desəm mənə nə gələr? Bunu da bilsəm vəssalam. Asla bunları görmək lazımdır və zip istifadə edənə, çünki Python proqramlaşdırma dilində enumerate, zip və bu kimi built-in funksiyonları bilib tətbiq etmək mütləqdir. Tətbiq etmədinsə, onlardan istifadəni düzgün və yerində bilmədinsə, bu sənin üçün çox çətin olacaq. Amma gəlin görək ki, x mənə bu halda nə verir? Və run edirəm və fikir verin ki, bir tablın içində qoşa-qoşa tutur bütün informasiyanı. İkini A ilə qarşılaşdırır, ikini B ilə, biri A ilə. Möhtəşəm. Yəni 2-2-1, 2-1 gəlirdisə, A, B, A, T, Z gəlirdisə,
dənə-bədənə zip bunları tutuşdura bilir. Nə yaxşı ki, bu biliyə sahibəm. Düzdürmü? Onda gedib nə edərəm? Hətta burada tuple unpacking məsələsi də öz yerini göstərməlidir və gəlin deyim ki, bir coin count deyim ya da sadəcə X and Y deyim, burada daha da qısa yazılsın, amma count və letter deyə bilərsiniz, düzdürmü? Və onda gəlin mən sadəcə X və Y olaraq bu ikisini görməyə cəhd edim və təmizləyirəm, run edirəm, 2A, 2B, 1A, möhtəşəm. Bunlar gəldisə, deməli təkrarlama şəraitini özümə qura bilərəm. Gedib deyə bilərəm ki, resultda birbaşa plus bərabərdir. Düzdürmü? Və mənə nə maraqlıdır burada? Mən istəyirəm sözü gedən X axı məndə rəqəm idi, düzdürmü? Deyirəm ki, int X vurulsun birbaşa Y. Düzdürmü? Belə bir şey vermək istəyirəm. Alınar, alınmaz bilmirəm, amma çox maraqlıdır. Düzdürmü? Və getdik. Və sadəcə print result deyəcəm və gedək görək ki, alınır ya yox. A, B, B, A, T, T, Z. Möhtəşəm. Bu Python vari Python biliyi kodudur. Buna biz ayrıca hörmət bəsləyirik. Bunu yazana, bura kimi gələnə. Çünki o mənə Pythonda nəinki algoritmi göstərməlidir. Python özünü də mənə müsahibədə göstərməlidir və burada görün nə qədər mövzu bir yerdədir. Unpacking, tuple unpacking, built-in function, zip, düzdürmü? Slicing, görürəm ki 2-2 götürə bilir. Sonra convert, int'e çevirə bilirəm. Repeating, yəni bir string neçə dəfə təkrar oluna bilir. Nə maraqlı, belə bir bəsit mövzuda Python'ın global bilikləri görünə bilir. Baxın, biz müsahibədə bunu gördüksə, tamam, deməli bu insana növbəti maraqlı məsələni vermək olar, çünki daha unpacking və digər məsələləri bilmiş olur və biz onun şahidi oluruq və beləliklə kompress və dekompress mövzusu belə yazılmaqla siz müsahibədə biliyiniz həm Python, həm də ki algoritmik olaraq nə qədər yüksək olduğunu göstərmiş olursunuz. İndi deyə bilərəm ki, bax, bu algoritmlə siz müsahibəyə hazırsınız. Özdə Python proqramlaşdırma dilində göstərirsinizsə, həm də Pythonik olaraq bunu göstərmiş oldunuz. Bu ana qədər bütün göstərdiklərimi bilirdinizsə, nə xoş sizə, əla, deməli, afərin, düzgün yoldasınız və bu yolda davam edin. Python'ı da bilirsiniz, algoritmik məsələlərə də çox düzgün yönəlmişsiniz. Yox, sizlər üçün bir neçə yenilik idisə, nə gözəl, nə xoş mənə. Deməli, hər kəsə çox maraqlı bir mövzunu göstərmiş oldum. Bu arada da like və eyni zamanda kanala abunə olmağa səbəb oldum. Mütləq şəkildə abunə olun və bu kimi gələcəkdə algoritmik məsələlər necə yazılmalıdır bilmiş olacaqsınız. Həm özünüz biləcəksiniz, həm də digər sizinlə bərabər abunə olanlar da biləcəkdir. Sağ olun, sağ salamat.